Salam əziz izləyicilər, əziz abituriyentlər. Deməli, bugün sizlərlə biz baxacağıq DİM-in 11-ci sinif fizika test toplusundan elektromaqnit sahəsi bölməsinin testlərinin izahına, yəni A variantı testlərinin izahına gəlib birlikdə baxaq. Deməli, birinci testdə bizə deyir ki, müqavimətləri R1, R2 olan naqillərin birləşməsi necə ola bilər? Yəni, müqavimətləri R1 olan R2 olan naqillər bir-biri ilə ardıcıl və paralel birləşmə şəklində verilə bilər bizə. Ardıcıl və paralel birləşmə. Bura yazırıq ardıcıl, bura yazırıq paralel birləşmə. Ardıcıl birləşmədə cəryanlar toplanmır. Demək ki, yerini dəyişik yazaq. Bura paralel. Bura yazaq ardıcıl birləşmə. Paralel birləşmədə cəryan şiddətləri toplanır. Paralel birləşmədə gərginlik sabitdir. Paralel birləşmədə müqavimət R1, R2 bölək R1 plus R2 olur. Şəkillərində yerini dəyişiklik düşünün. Paralelin şəkli buradadır, ardıcılın şəkli buradadır. Ardıcıl birləşmədə cəryan şiddəti sabitdir. Gərginliklər ardıcıl birləşmədə toplanır. Əgər 2 naqil verilibsə, bir neçə naqil olarsa, U1 plus U2 plus və s. UN şəklində yaza bilərik. Eynən cəryanlar üçün də I bərabərdir, I1 plus və s. IN. Yəni, sadə halda 2 naqil üçün yazdım bunu. Ardıcıl birləşmədə müqavimətlər isə toplanacaq. Euler-Venn diaqramında uyğun bəndləri deyir. Müəyyənləşdirin. Deməli, skalyar kəmiyyətdir, elektrik hərəkət qüvvəsi və gərginlik. Hər ikisi skalyar kəmiyyətdir. Ədədi qiymətcə vahid müsbət yükün dövrə hissəsində yerdəşməsi zamanı sahənin gördüyü işə bərabərdir. Gərginlik U bərabərdir A böl Q. Deməli, vahid müsbət yükün dövrə hissəsində yerdəşməsi zamanı sahənin gördüyü işə bərabər olan kəmiyyət gərginlik adlanır. BSD vahidi voltdur. Həm gərginliyin, həm elektrik hərəkət qüvvəsinin BSD vahidi voltdur. Deməli, 3 ortaqdır. Ədədi qiymətcə vahid müsbət yükü qapalı dövrədə hərəkət etdirən zaman cəryan mənbəyindəki kənar qüvvələrin gördüyü işə bərabər olan kəmiyyətə elektrik hərəkət qüvvəsi deyilir. Kənar qüvvələrin gördüyü işə bu da elektrik hərəkət qüvvəsi adlanır. Mənbənin uclarına qoşulmuş voltmetr açıq dövrədə bu kəmiyyəti ölçür. Deməli, dövrənin açıq halı üçün, EHQ olan mənbə çəksək, xarici müqavimətimizdir. Burada bir açarımızı yerləşdirsək, deməli, mənbənin elektrik hərəkət qüvvəsi və daxili müqavimətini də kiçik R-dən işarə etsək, demək ki, burada açarın açıq halında, burada voltmetrimizi göstərsək, açarın açıq halında voltmetr EHQ-ni göstərir, açıq dövrədə voltmetr elektrik hərəkət qüvvəsini göstərəcək. Açarın bağlı halında voltmetr burada xarici müqavimətdəki, yəni gərginliyi göstərir. Deməli, bizə deyir ki, voltmetr açıq dövrədə bu kəmiyyəti ölçür. Açıq dövrədə EHQ-ni ölçür. Digər testə baxırıq. Reostatın sürgüsünün 3 vəziyyəti və diaqramda lampanın parlaqlığı göstərilibdir. Sürgünün vəziyyəti və lampanın parlaqlığı arasındakı uyğunluq. Ümumiyyətcə, parlaqlıq deyəndə biz baxacağıq cəryan şiddətinə. Lampanın parlaqlığı deyəndə biz cəryan şiddəti çoxdursa, parlaqlıq çoxdur. Deməli, onda gücün düsturu P bərabər I kvadratı R-dir, düzdürmü? Cəryanın çox olduğu yerdə gücü də çoxdur, lampanın gücü də çoxdur. Parlaqlıqlar arasında bizdən uyğunluğu istəyir. Baxıram, hansının parlaqlığı çoxdur? Burada şəkildən görünür, bu qrafikdən. Lampanın parlaqlığının qrafiki verilir ki, I-L-in parlaqlığı böyükdür I-M-dən, o da böyükdür I-K-dan. Deməli, L lampasında daha parlaqdır. İndi baxaq reostatın sürgüsünə. Reostatın sürgüsünün hallarına baxaq. Bir vəziyyətində olduğu hal. Sürgü bir vəziyyətindədir. Bu zaman mənbədən gəlir cəryan. Müsbətdən gələn cəryan. Baxın, cəryan gəlir, buradan keçir, gedir belə. Yəni, burada cəryan keçən hissənin uzunluğu çox kiçikdir. Ona görə reostatın müqaviməti də kiçik olur. R bərabərdir. Rho L böl S-ə görə biz bilirik ki, reostatda müqavimət uzunluqdan asılılığına baxırıq biz əsasən.
Müqavimətin uzunluqdan asılılığına görə dövrədə cəryan şiddətini tənzimləyən cihazdır rheostat. İndi müqavimət az olduğundan, deməli biz deyirik ki, I bərabərdir U böl R-dən. Müqavimət az olduğundan cəryan nədir? Çoxdur. Burada müqavimət ən az olduğundan cəryan deməli ən çox olacaq I1 hissəsində. Deməli birincidə cəryan tapdıq ki, çoxdur. Paralaqlıq arasındakı uyğunluq istəyir. Deməli, ikincisi, reostatın sürgü qolu 2 hissəsində olsa, nə baş verər? 2 hissəsinə gətirək sürgü qolunu. Bu zaman mənbədən gəlir cəryan. Mənbədən gələn cəryan gəlir, artıq bu qədər hissədən keçəcək. Reostatın, demək ki, deyək ki, L2 uzunluqlu hissəsindən keçdi, gəldik, lampanı yandırdıq, çatdıq mənbəyi mənfi qütbünə. Cəryan keçən hissənin uzunluğu neynədir? Belə deyək də, birinci haldakı uzunluqdan çoxdur. Uzunluq çoxdursa, müqavimət də çoxdur. Cəryan neynədir? Az oldu burada. Daha sonra 3 hissəsinə gələndə isə reostatın sürgü qolu 3 hissəsinə gətirəndə cəryan keçən hissənin uzunluğu daha da artır. 3 hissəsində uzunluq daha çoxdur. Deməli, L3 böyük, L2 böyük, L1 deyək də. Düzdürmü? Uzunluq çox olan yerdə müqavimət də çoxdur. Deməli ki, müqavimət ən çox olan hansındadır? Üçüncüdədir. Yəni, reostatın cəryan keçən hissənin uzunluğu ən çox üçüncü hissədədir. Yəni, sürgü qolunun 3 vəziyyətindədir. Uzunluq çoxdur, müqavimət ən çoxdur, orada cəryan ən az olacaq. Cəryan ən az olan, deməli, K nöqtəsində idi. K nöqtəsi 3-ə uyğun gəlir. Daha sonra cəryanın ikinci az olduğu M nöqtəsi 2 halına uyğun gəlir. Ən çox olan cəryan L halındaydı da. L nöqtəsi birinci hala uyğun gəlir. Deməli, baxırıq digər testə. Bir cins maqnit sahəsinin induksiya xətlərinə perpendikulyar istiqamətdə daxil olan bərabər kütləli Q1 və Q2 yüklərinin bərabər kütləli eyni bir zaman fasiləsində hərəkət trayektoriyaları verilibdir. Radiusları da eynidir və buradan baxarıq ki, o iki mərkəzidirsə, bunun radiusu 2 damadır. 2 bölgüdür birincinin, ikinci şəkil üçün. Birinci şəkil üçün də mərkəz O1 nöqtəsidirsə, radius 2 damadır. Deməli, hər ikisinin radiusunu 2 deyə bilərik. Bu zərrəciklər üçün yüklərin nisbətini və yüklərin işarəsini istəyir. Yüklərin işarəsini necə təyin edirik? Baxırıq ki, birinci yüklü zərrəcik maqnit sahəsinə daxil olur və bu istiqamətdə bir çevrə cızır. Belə bir çevrə cızır. Biraz çevrəni yuxarı sürüşdürək. Deməli, baxın, bu istiqamətdə gəldi, belə bir çevrə cızdı. Bu çevrənin, biz bilirik ki, Lorentz qüvvəsi həmişə çevrənin mərkəzinə doğru düzdür. Qüvvəmiz çevrənin mərkəzinə doğru olacaq. Onda biz zərrəciyin sürətin istiqaməti var, qüvvənin istiqaməti var və sahəmiz də vuraq şəklindədir. Yəni, bizdən şəkil müstəvisinə doğru perpendikulyar axır B xətləri. Bu zaman Lorentz qüvvəsinin istiqamətini biz bilirik sol əl qaydasından tapırıq ümumiyyətcə. Lorentz qüvvəsinin istiqaməti tapılır sol əl qaydası ilə. Sol əlinizi elə tutmalısınız ki, B xətləri sol əlin ovucuna daxil olsun. Ovucuna B xətləri. Və 4 barmaq sürəti göstərəcək. Baş barmaq isə Lorentz qüvvəsini göstərəcək şəkildə olmalıdır. Biz tuturuq 4 barmaq sürət, baş barmaq qüvvə. Əlin içi bizə baxacaq şəkildə tuturuq əlimizi və bu zaman eynən burada şəkildəki kimi 4 barmaq sürət, baş barmaq qüvvə istiqamətində olur sol əlimizi tutanda. Demək ki, birinci yüklü zərrəciyimizin işarəsi nə imiş? Müsbət imiş. İkinci yük üçün baxaq. İkinci yüklü zərrəciyimiz də gəlir, bir cins maqnit sahəsinə daxil olur. İkinci yüklü zərrəciyimiz və bu şəkildə bir çevrə cızır. İkinci yüklü zərrəciyimiz. Belə bir çevrə cızır. Burada da Lorentz qüvvəsi olacaq. Baxın, bu formada çevrə cızır. Zərrəciyin sürətin istiqaməti yuxarıdır burada. Lorentz qüvvəsi çevrənin mərkəzinədir. Yenə sol əlimizi, əlimizin içi, ovuc içi bizə baxacaq şəkildə tuturuq. 4 barmaq sürət, baş barmaq qüvvə. Qüvvə sola doğru olur. Demək ki, burada yüklü zərrəciyimizin işarəsi mənfi imiş ki, biz sola doğru tapdığımız qüvvəni əks istiqamətdə sağa doğru götürək. Deməli, ikinci yüklü zərrəciyimizin işarəsi oldu nə? Mənfi. İndi digər yüklərin nisbətinə baxaq. Deməli, yüklü zərrəcik
Cızdığı çevrənin radiusu mv böl q5 şəklindədir. R bərabərdir. Kütlələrin eyni olduğunu dedi bizə. Kütlələr eynidir. Bir cins maqnit sahəsindədir. İnduksiyalar da sabitdir. Biz burada demək ki, yükün nisbətinə baxsaq, yüklərin nisbətinə baxsaq, radiuslar da eynidir. Sürətdən asılılığına baxırıq. Yük burada sürətdən düz mütənasib asılıdır. Yəni Q1 böl Q2 bərabərdir V1 böl V2. Aha, bu asılılığı aldıq. İndi bizə burada lazımdır ki, sürətlərin nisbətini bilək ki, nəyə bərabərdir? Burada eyni zaman müddəti dediyi üçün yüklü zərrəcik, yəni burada çevre üzrə bərabər sürətlə hərəkət edir də, düzdürmü? Və eyni zaman müddətində. Çevre üzrə hərəkətdə sürətimiz L böl T deyil. Eyni bir zaman müddətində dediyi üçün sürət getdiyi yoldan, yəni hər bir yüklü zərrəciyin getdiyi yoldan düz mütənasib asılıdır və L-dən düz asılıdır. Aha, indi baxıram birinci çevrəmə və ikinci çevrəmə. Hər birinin çevre üzrə hərəkətdə gedilən yolu biz təyin edirdik nəyə əsasən? Baxırıq birinci şəkildə, silim başlanğıc halı qəşəng görünsün. Birinci şəkildən görürük ki, birinci yüklü zərrəciyim çevrənin 4-dən 1-ni gedir. İkinci isə çevrənin yarısını burada cızır. Yəni birincinin getdiyi yol çevrənin 4-dən 1-idir. 4-dən 1 perioddur. Birincinin 4-dən 1 period, ikinci isə çevrənin 2-dən 1-ni gedir. Deməli 4-dən 1-də və 2-dən 1-də getdiyi yollara baxsaq. 4-dən 1-də gedilən yola S desəm və ya L desəm, 2-də 1-də gedilən yol, yəni 2-də 1, 4-də 1-dən, 4-də 1-dən 2 dəfə çoxdur. Ona görə burada gedilən yol 2L olar, düzdürmü? Sürət də yolda düz asılı olduğundan, onda 4-də 1-dəki sürətə V desəm, 2-də 1-dəki sürət olacaq 2V. Asıllıq verirəm Q1 böl Q2 bərabərdir. V1-imiz oldu V, V2-miz oldu 2V. Elədir, 2-də 1. Aha, davam edirik növbəti testdən. Bir cis maqnit sahəsinin induksiya xətlərinə perpendikulyar istiqamətdə cəryanlı naqil yerləşdirilir. Cəryanın istiqaməti bizdən şəkil müstəvisinə doğrudur. Cəryan istiqaməti verilib bizdən şəkil müstəvisinə doğru. Nə deyir? 1, 2, 3, 4 nöqtələrində yekun induksiyalar arasındakı münasibəti istəyir bizdən. Deməli, burada bir nöqtəsində xarici sahənin induksiyasının, yəni bütün nöqtələrdə xarici sahənin induksiyasının istiqaməti bizə göstərilibdir. Bir nöqtəsində də, indi biz burada bilməliyik ki, cəryan əgər bizdən şəkil müstəvisinə doğru perpendikulyar axırsa, onun ətrafında konsentrik sferalarda cəryanın yaratdığı maqnit induksiyanın istiqamətini necə tapırıq? Sağ əl qaydasından tapırıq. Burada sağ əl qaydasına görə baş barmaq cəryanın istiqamətini göstərəcək. 4 barmaq induksiyanın. Deməli 4 barmaq beynin istiqamətini, baş barmaq cəryanın istiqamətini göstərəcək şəkildə sağ əlimizi elə tuturuq ki, baş barmaq burada cəryanın istiqamətini dedik, düzdürmü? Cəryan necə yönəlir? Bizdən şəkil müstəvisinə doğru. Deməli baş barmağım sanki belə düşünün də, sinifdəsiz və müəllim baş barmağını lövhəyə perpendikulyar şəkildə yönəldib. Və 4 barmağımız isə bu zaman necə fırlanır çevrədə? Baş barmaq yönəldi lövhəyə tərəf perpendikulyar istiqamətdə, 4 barmağım saat əqrəb istiqamətində fırlanacaq bu zaman. 4 barmağım bu çevrənin ətrafında saat əqrəb istiqamətində olur və burada istənilən nöqtədə biz induksiyanın istiqamətini saat əqrəb istiqamətində bu formada göstərə bilərik. Aha, indi şəklimizin üzərində bunu göstərək. Bu şəkli buradan artıq sileyim, bizə mane olmasın. Aha, burada şəklin üzərində bir nöqtəsində xarici sahənin induksiyası B özləri veribdir. Xarici sahənin induksiyası istiqaməti göstərilibdir. Bizim tapdığımız cəryanın yaratdığı induksiyaya da yönəldi sağa doğru bir nöqtəsində. Cəryanın induksiyası. Buna da deyirəm B iştirik. Deməli, bir nöqtəsində maqnit induksiyasını tapsaq, yekunda induksiyalar toplanar, düzdür? B iştirik plus B-nin cəmi şəklində. 2 nöqtəsinə baxıram. 2 nöqtəsində xarici sahənin induksiyası sağa doğrudur. Cəryanın yaratdığı isə aşağıya doğrudur istiqamət. 3 nöqtəsində xarici sahənin induksiyasının istiqaməti. Belə
Xarici sahənin induksiyanın istiqaməti 3 nöqtəsində sağa doğrudur. Cəryanın yaratdığı axı sadə əqrəb istiqamətində idi. 3 nöqtəsində gəlir sola doğru. Yəni 3 nöqtəsində əks istiqamətdə yönəldi. Ona görə cəryanın yaratdığına da B iştirik desəm, yenə B minus B iştirik şəklində yaza bilərik. Dördüncü nöqtəyə baxaq. Dördüncü nöqtədə xarici sahənin induksiyası və cəryanın yaratdığı induksiyanın istiqamətini göstərirəm. Aha, indi baxırıq ki, burada 1 və 3 nöqtələrini müqayisə eləsək, 1 nöqtəsində toplanır induksiya, yekun induksiya, 3 nöqtəsində çıxılır. Demək ki, 1-də 3-dən çoxdur. 2 və 4 nöqtəsinə baxsaq, 2 və 4 nöqtəsindəki cəryanın və xarici sahənin induksiyalarına baxsaq, 2 və 4 nöqtəsində induksiyalar eyni olduğunu deyə bilərik. Necə? Yəni, bunu daha dəqiq çəkək. Burada istiqaməti. Çevrəyə toxunan. Aha, bu formada. İndi baxırıq. Baxın, burada belə bir açıq bucaq görürsünüz da. Açıq bucaq görürük, düzdürmü? Bura mən alfa desəm, buranın 180 minus alfa olduğunu deyə bilərik. Çünki açıq bucağın cəmi 180-dir. 180 minus alfa plus alfa verir bizə 180-i. Düzdürmü? Eynən baxın, burada B induksiyanın istiqaməti, baxın bu istiqamətdən üst-üstə düşürmü? Yəni B-lərin istiqaməti eynidir. Eynən bu 2 nöqtəsindəkini bura sürüşdürmüş olsaq, 2 nöqtəsindəki induksiyanı bura sürüşdürsəm, 2 nöqtəsindəki induksiyanı. Bura alfadır. Yəni bunun üfüq dönəmələ gətirdiyi bucaq 180 minus alfadırsa, digər 2 nöqtəsindəki də 180 minus alfadır. Eyni nöqtələr olduğu üçün induksiyalara baxsaq, ona görə deyirik ki, 2 və 4 nöqtələrindəki induksiyalar olacaq nə? Eyni. Deməli, 2 və 4 nöqtəsində induksiyalar eynidir. 1 nöqtəsindəki induksiya ən çoxdur. Və o da böyükdür 3-dən. Ən az 3-dədir. İnduksiya ən az 3-dədir. Çünki orada induksiya çıxılır. 6-cı, açar sözləri yerləşdirmək. ABCDA. Deməli, deyir, bir cins elektrik sahəsində nöqtəvi mənfi Q yükü. Aha, bir cins elektrik sahəsində mənfi Q yükünün hərəkətinə baxırıq. Mənfi yük burada A-dan mənfi yük gəlir B-yə, A-dan B-yə, sonra B-dən C-yə hərəkət etdirilir. Daha sonra C-dən D-yə, daha sonra D-dən A-ya doğru hərəkət etdirilir. AB hissəsində yükə təsir edən qüvvə yer dəyişməyə baxırıq ki, AB hissəsində, bu hissədə. AB hissəsində mənfi yükümə, baxın, bu hissədə. AB hissəsində mənfi yükə təsir edən qüvvəni göstərək. Deməli, bir cins sahədir, düzdürmü? AB hissəsində mənfi yüklü zərrəciyimdir. Mənfi yükə təsir edən qüvvə intensivlik vektorunun əksi istiqamətindədir və mənfi yüküm də yuxarıya doğru hərəkət edir. Sürət və qüvvə bir-birinə necə oldu? Perpendikulyar. Yəni, yükə təsir edən qüvvə yükün yer dəyişməsinə, yəni yük hara doğru yer dəyişmə eləyir? AB istiqamətində də yuxarıya doğru. Sürəti, yer dəyişməsinin istiqaməti yuxarıya doğrudur. Deməli, qüvvə yer dəyişməyə nədir? Perpendikulyardır. Perpendikulyardır 3. Onda onun yük üzərində gördüyü iş olacaq nə? 0. Əgər bir cins elektrik sahəsində yüklü zərrəcik intensivlik xətlərinə perpendikulyar hərəkət edirsə, istəyir müsbət yüklü zərrəcik olsun. İntensivlik xətlərinə perpendikulyar hərəkət edir, yuxarı və ya aşağı fərqi yoxdur. Aha, perpendikulyar hərəkət edir. Baxın, qüvvə ilə yer dəyişmə perpendikulyardır. Bu zaman yüklü zərrəciyin bir cins sahədə gördüyü iş 0 olur. Gördüyü iş olacaq 0. 0 hardadır? 7-də. Aha. 0-a bərabər olur və yükün potensial enerjisi dəyişmir. Niyə dəyişmir? Çünki potensial enerjini necə yazırıq? İş əks işarə ilə potensial enerjinin dəyişməsinə bərabərdir. İş də 0-dır, düzdürmü? Onda delta Y potensial 0-dır. Yəni, bir kəmiyyətin dəyişməsi 0-dırsa, özü nədir? Konstantdır deyə bilərik. Aha, BC hissəsində yükə təsir edən qüvvə. Baxaq BC hissəsinə, bir də silim qarışıq görünməsin. BC hissəsinə baxıram. BC yəni mənfi yüklü zərrəciyim nə edir? B-dən gəlir C-yə.
Düzdürmü? Mənfi yüklü zərrəciyim. Mənfi yükə təsir edən qüvvə intensivlik vektorunun əksi istiqamətdədir. Amma mənfi yüklü zərrəciyim nə edir? Sağa doğru gedir. Qüvvə və sürət əks istiqamətdədirsə, deməli yüklü zərrəciyim burada necə hərəkət edir? Bərabər yavaşayan hərəkət edir. Aha, yükə təsir edən qüvvə yer dəyişmə istiqamətində yox, yer dəyişmənin əksinə olduğundan gördüyü iş olacaq mənfi. Gördüyü iş olacaq mənfi. Hardadır mənfi? 4-də. Deməli, yüklü zərrəciyin qüvvə xətlərinə paralel hərəkət etdiyi hala baxsaq, mənfi yüklü zərrəciyimdir. Tutaq ki, sahə istiqamətində hərəkət edir. Mənfi yükə təsir edən qüvvə intensivlik vektorunun əksinədir. Çünki intensivlik xətləri müsbətdən başlayır, mənfidə bitir. Düzdürmü? Mənfi yük müsbətə cəzb olunur kimi düşünə bilərsiniz. Mənfi müsbətə nə edir? Müsbət tərəfə cəzb olunur. Aha, qüvvə və sürət əks istiqamətdədir. Deməli, bu yüklü zərrəciyim burada yavaşayan hərəkət edir. Yavaşayan hərəkətdə də iş mənfi olur. Yeyinləşən hərəkətdə isə, məsələn, mənfi yüklü zərrəciyim əgər sahənin əksinə doğru hərəkət etsə, onda qüvvə ilə sürət eyni istiqamətdə olar və hərəkət yeyinləşən olduğundan iş olar müsbət. İndi qayıdırıq bura. Və yükün deyir potensial enerjisinin dəyişməsi və görülən iş nəyə bərabər olur? Yükün potensial enerjisini tapırıq öncə bu hissəni. Aha. Yükün potensial enerjisi iş mənfidirsə, iş mənfi olanda biz kinetik enerji haqqında teorem A bərabər delta Y kinetikdir. Potensial enerji haqqında teorem mənfi delta Y potensialdır. Aha, iş müsbət olanda kinetik enerjinin dəyişməsi də müsbətdir. Onda deyirik ki, bu zərrəcik yeyinləşən hərəkətdə iş müsbətdir. Yəni kinetik enerjinin artdığını deyə bilərik. İş müsbət olanda potensial enerji nə edir? Yəni işin müsbət olması üçün potensial da burada nədir? Müsbətdir. Yəni iş müsbət olanda belə deyək, iş müsbət olanda kinetik enerji artır. Potensial enerji isə müsbətin mənfiyə hasili kimi düşünsəz, burada qarşıda mənfi işarəsi olduğuna görə potensial enerji nə edir? Azalır. İş müsbət olanda kinetik artır, potensial azalır. İş mənfi olanda isə əksinə. Kinetik azalır, potensial enerji nə edir? Artır. Bura 1 yaza bilərik. Daha sonra gəlirik CD hissəsinə. CD hissəsi də bayaq dediyimiz kimi perpendikulyar hərəkətdir. Burada da C-dən D-yə yüklü zərrəciyim, mənfi yüklü zərrəciyim intensivlik xətlərinə perpendikulyar hərəkət edir. Bu zaman gördüyü iş nədir? 0-dır. Görülən iş 0-dır, 7. Trayektoriyanın DA hissəsinə gəldik. DA hissəsində mənfi yüklü zərrəciyin DA hissəsində baxın, burada çəkdiyim bu halına uyğundur bu şəklə. DA hissəsi mənfi yüklü zərrəcik sola doğru hərəkət edir. Təsir edən qüvvə də sola doğrudur. Qüvvə ilə sürət eyni istiqamətdədir. Yəni qüvvə ilə yer dəyişmə eyni istiqamətdədir. Görülən iş olur nə? Müsbət. Təsir edən qüvvə deyir burada yer dəyişmənin əksi istiqamətdə. Yox, yer dəyişmə istiqamətində yönəlib, yəni qüvvə sürətdən eyni istiqamətdədir. Yəni sürətdən eyni istiqamətdə o deməkdir ki, həm də yer dəyişmə ilə eyni istiqamətdədir. Çünki yüklü zərrəciyim yerini hara doğru dəyişir? Sola doğru dəyişir. Yer dəyişmə istiqamətində 8 və görülən iş, bu zaman görülən iş nədir? Müsbət olur. Müsbət. Və yükün potensial enerjisi iş müsbətdirsə, potensial enerji nə edir? Azalır. Potensial enerji azalır 5. Deməli, yazdıq 3, 7, 6, ardıcıl yazsaq 4, 1, 4, 1, 7, daha sonra 8, 2, 5 bu formada oldu. Aha. Növbət testə baxmaq üçün burada yer açaq. Müstəvi kondensator üçün uyğunluğu deyir, oxlarla göstərin. Sabit cəryan mənbəyinə qoşulmuş kondensator üçün gərginlik sabitdir. Qoşulmuş kondensator üçün gərginlik sabit olur. Q bərabərdir SU-dan. Biz S-nin yerinə epsilon 0 SU böl D-də yaza bilərik. Qoşulmuş kondensator üçün gərginlik sabitdir. Deməli, buna 1, 2, burada A, B, C, D desək, 1-ə uyğunlaşdı D. Gərginlik məsafədən asılı deyil.
Daha sonra yükün D'dən asıllığına baxsam, sabit gərginlik mənbəyinə qoşulmuş kondensator üçün yük məsafədən tərs asılıdır. C-də uyğun gəlir 1-ə. Daha sonra ikinciyə baxıram. Sabit yükləndikdən sonra cəryan mənbəyindən ayrılmış. Ayrılmış deyirsə burada yükləndikdən sonra mənbədən ayrılmış kondensator üçün yük sabitdir ikinci halda. Yükün sabit olduğu B-dədir. Daha sonra yük sabitdirsə bu bərabərdir Q böl C yaza bilərəm. Q böl epsilon epsilon 0 S böl D. Düzdürmü? Yük sabitdir, gərginlik D-dən düz mütənasib asılıdır. Bu da uyğundur A-da. Daha sonra növbət testə baxırıq. Radio qəbul edicinin bu qədər tutumlu kondensatoru xarab olmuşdur. Tutumları 1, 2, 3 olan kondensatorlardan ibarət bateriyaya yığaraq lazım olan tutum əldə edilmişdir. Radio qəbul edici işləyərkən alınmış bateriyanın uclarındakı gərginlik 12 volt olur. Lazım olan tutumu almaq üçün, yəni 1.5 mikrofarad almaq üçün yığılan kondensatorlar bateriyasının sxemini çəkin. Yəni elə bir sxem çəkməliyik ki, tutumlar verilib bizə C1 1, C2 2, C3 3 mikrofarad şəklində verilib. Yəni bu tutumlardan ibarət elə bir dövrə yığmalıyıq ki, burada ümumi tutum 1.5 olsun. Biz bilirik ki, kondensatorlar ardıcıl birləşəndə, məsələn, iki kondensatora ardıcıl qoşaq, tutaq ki, C1, C2. Ardıcıl birləşmədə ümumi tutumu tapanda C1, C2 böl C1 plus C2-dən istifadə edirik. Paralel birləşərsə əgər kondensatorlar, onda paralel birləşmədə, məsələn, bunun tutumuna C1, buna C2 deyirəm. Ümumi tutumu tapanda nə edirəm? Tutumların cəmini təyin edirəm. İndi burada, məsələn, 1 ilə 2-ni əgər paralel qoşsaq, tutum eləyər 3. Həmin 3-ü də digər 3-ə ardıcıl qoşsam, ümumi tutum eləyər 1.5. Deməli, 1 ilə 2-ni gəlin paralel qoşaq. 1 ilə 2-ni paralel qoşaq. Buradan alınanı da C3-ə ardıcıl qoşaq. Deməli, bu C1, C2, C3. Gəlin yoxlayaq. 1, bunun tutumu, yəni özü veribdir bu 1-i. Şərtdə verilib bizə birincinin tutumu 1-dir. İkincinin tutumu 2-dir. Üçüncünün tutumu 3-dür. Biz nə dedik? Dedik ki, paralel qoşulanda tutumlar toplanır. C paralel C1 plus C2'dir. Elədi mi? 1 plus 2, 3. Bu ikisinin ümumi tutumu elədi 3. Həmin 3 də digər 3-ə ardıcıl qoşulub. Yəni ardıcıl qoşulanda da əgər tutumlar eynidirsə, bu düsturdan yox, sadə versiyada C ardıcılı bərabərdir C böl N-dən. Yəni birinin tutumunu bölürəm kondensatorların sayına. Eləyir 1.5 mikrofarad. Əgər müxtəlif tutumlu kondensatorlar varsa, burada yazdığım C1, C2 böl C1 plus C2-dən istifadə eləyirik. Yox, əgər eyni tutumlu kondensatorların ardıcıl qoşulubsa, onda kondensatorlardan birinin tutumunu sayına bölürük, kondensatorların sayına. Demək ki, dövrə sxemimiz bu formada olmalıdır. Digərində nə deyir? Kondensatorların hər birindəki gərginliyi hesablayaq. Hər birindəki gərginlik. Yenə dövrəni burada çəkirəm. Bunun tutumu 1 idi. Bunun tutumu 2-dir. Bunun tutumu 3-dür. Qoyun yazaq. C1 bərabər 1, C2 bərabər 2, C3 bərabər 3. Hər birindəki gərginliyi tapın. Gəlin belə edək. Bunun gərginliyinə U desəm, paralel qoşulub baxın. Bunun da gərginliyi U olar. Düzdürmü? Bu ikisinin bir yerdə ümumi tutumu 3 eləmişdi da. Həmin 3-dən də bu 3 ardıcıl qoşulub. Ardıcılda yük eynidir. Yüklər eynidir. Tutumlar da burada göründüyü kimi 3-dən 3 olduğu üçün tutumlar eyni, gərginliklər də eyni olacaq onda. Bunun da gərginliyi U olacaq. Gərginliklər, hər birindəki gərginlik eyni olur burada. Hər üçünün gərginliyi eyni olacaq. Birinin gərginliyinə U desəm, digərinin gərginliyi də U olur. Çünki bunlar paralel qoşulub C1-dən C2. Paraleldə gərginlik sabitdir. Yəni, məsələn, bunun gərginliyi 5 voltdursa, bunun da gərginliyi 5 voltdur. Gərginliklər eyni olur. Və yekunda da bu ikisinin gərginliyi müqayisə eləyəndə bunun tutumu 3-dür ümumi. Bayaq da tapdıq C paraleldən. Bunun da tutumu 3-dür.
Ardıcıldır. Yüklər sabit, gərginliklər də eynidir. Tutumlar eyni, gərginliklər də eyni olur. Ümumi gərginlik verilibdir. Ümumi gərginlik 12 volt verilib. Onda nə edirik? Demək ki, onda artıq gərginlik var əlimizdə, bölüşdürə bilərik. Yəni şəkli biraz burada yer açın. Burada çəkim ki, üzərində rahat işləyə bilək. Düzdürmü? Ümumi gərginlik verilibdir bizə. Demək, bunun tutumu 1-dir, bunun tutumu 2-dir, bunun tutumu da 3-dür. Ümumi deyir ki, alınmış bateriyanın uclarındakı gərginlik 12 voltdur. Tamam. İndi bölüşdürə bilərik artıq. Ümumi gərginlik 12 voltdur, düzdürmü? Biz dedik ki, bu ikisinin ümumi tutumu eləyir 3. Bunun da tutumu 3 eləyir, düzdürmü? Bax, bu belə göstərəm. Bu iki kondensatorun ümumi tutumu 3 mikro farad eləmişdir. Düzdür, ümumi tutumu. Bu ikisinin ümumi tutumu 3, bunun da ümumi tutumu 3. Onda sanki belə düşünürsünüz də. Bunun da tutumu 3. 2 dənə ardıcıl birləşmiş kondensatordur və ümumi gərginlikləri 12 volt olacaq şəkildədir. Düzdürmü? Onda ardıcıl birləşmədə yük sabitdir, Q bərabər SU. Yük sabitdir, tutum gərginlikdən necə asılıdır? Tərs asılıdır. Yəni burada tutumlar eyni olduğu üçün bunların gərginliyi də eyni olacaq. Yəni 12 volt gərginlik burada 6 volt olacaq şəkildə bölünür. Deməli indi bura düşən gərginlik 6 voltdur. Buna düşən gərginlik də 6 voltdur. Düzdürmü? Deməli, S3-ün gərginliyi, S3-ə düşən gərginlik də 6 voltdur. S1 ilə S2-yə düşən gərginlik də 6 volt olacaq. Kondensatorların hər birinin enerjisini tapın. Hər birinin enerjisini tapın. Tapaq. W1 bərabərdir S1 U1 kvadratı bölü 2. S1'imiz 1. Birincinin gərginliyi 6. Kvadratı 36 bölü 2. 18. Eynən ikincini tapaq. S2 U2 kvadratı bölü 2. S2'miz 2'dir. U2'nin kvadratı 36. 2'ye böldük 36. Joule elədi. Üçüncünü tapsaq. Yine S3 U3 kvadratı bölü 2 bərabərdir. S3'ümüz 3'e bərabərdir. U3'ümüz 6'dır. 36 böl 2. Elədim. 54 joule. Bu belə. Keçdik 11-ci testdə. Hansı halda ikinci kürəciyin yükü müsbətdir? Birinci kürəciyin yükü yoxdur. Çünki yəni bu saplardan asılmış kürələr arasında qarşılıqlı təsir varsa əgər, yəni cəzb etmə və itələmə, demək ki, o zərrəcik yükə malikdir. Yoxdursa, demək ki, o zərrəciyimiz neytraldır. Birincinin işarəsi müsbət, ikinci neytraldır, sıfırdır. Neytraldır. Burada mənfidir, yəni bir-birindən bu yüklər itələnibsə, demək ki, bunun işarəsi də mənfiymiş. Burada cəzb olunub, demək ki, bunun işarəsi müsbət imiş. Burada cəzb olunub, bunun işarəsi demək ki, mənfiymiş. Burada müsbət imiş ki, itələnibdir. Bizdə nə istəyir? Müsbət olanları seçirik. Bu hansıdır? 3 və 5. Bir-cins elektrik sahəsinə daxil olan müsbət yüklü zərrəcik necə hərəkət edər? Müsbət yüklü zərrəciyə təsir edən qüvvə intensivlik vektoru istiqamətindədir. Zərrəciyim də sağa doğru hərəkət edir. Qüvvə sürətlə eyni istiqamətdədir. Zərrəciyim hərəkət edəcək bərabər yeyinləşən. Suda bir-birindən r məsafədə yerləşən Q1 və Q2 yüklər arasındakı qarşılıqlı təsir qüvvəsi F-dir. Bu yükləri vakuumda hansı məsafədə yerləşdirmək lazımdır ki, ikinci halda məsafəni istəyir. Bir-birindən birinci halda r məsafədədir. Onların qarşılıqlı təsir qüvvəsi yenə F olsun. İkinci halda da qüvvə F olsun. Yəni qüvvə dəyişmədi, sabitdir. Buradan deyə bilərik ki, qüvvə konstant qaldı. Suyun dielektrik nüfuzluğunda verib bizə epsilon su bərabərdir 81. Bu yükləri vakuumda deyir, hansı məsafədə yerləşdirmək lazımdır? İkinci halda vakuum üçün dielektrik nüfuzluğu 1'dir. İkinci halda deyir vakuumda. Hansı məsafədə yerləşdirək? Coulomb qanunu yazırıq. Coulomb qanunu. K
Modulda Q1, Q2 bölək epsilon R kvadratı. Düzdürmü? Buradan baxırıq ki, qüvvə sabit, K sabit, epsilon burada dəyişir. Biz burada deyək ki, Q1, Q2 yükləri arasındakı qarşılıqlı təsir qüvvəsini verir. Düzdürmü? Epsilonun R-dən asıllığına baxa bilərik. R1'in kvadratı böl R2'nin kvadratı bərabərdir. Epsilon 2 böl epsilon 1. Epsilon 2'miz 1'dir. Epsilon 1'imiz yəni su mühitidir da. Birinci halda suda, ikinci halda vakuumda deyir. Burada 1, su üçün yazırıq nə? 81. Buradan hər tərəfdən kvadrat kök alsaq, eləyəcək 9'da 1. R1 böl R2 bərabər 9'da 1. Deməli, R2 bərabərdir 9, R1. Birinci halda R1'imiz R idi, 9R. Deməli, birinci halda yükləri R məsafəsində yerləşdirdibsə, ikinci halda 9R məsafəsində yerləşdirəcək C variantı. R radiuslu müntəzəm yüklənmiş metal kürənin elektrostatik sahəsinin intensivliyinin kürənin mərkəzindən olan məsafədən asıllıq qrafiki hansıdır? Deməli, yüklənmiş kürənin mərkəzində yaratdığı, daxilindəki intensivliyi 0'dır. Yük kürənin çünki səthində toplanır, düzdürmü? Mərkəzdən bu kürənin radiusuna